Salam, əziz və dəyərli abituriyentlər. Testimizə baxırıq, xronoloji ardıcılığı müəyyən edirik. Dərbəndin 1-ci Pyotrun qoşunları tərəfindən tutulması, deməli, 1722, Şah 3-cü Abbasın hakimiyyətə gəlməsi 1732, Səfəvi dövlətinin süqutu 1736, Nadir xana qarşı Xorasanda üsyan əlbəttə ki 1730-cu ildə döyüşlər yarımçıq qalıb, getməyə məcbur oldu. Və burada bizim düzgün cavabımız 1, 4, 2, 3. Yəni 1, 4, 2, 3 A variantı. Növbəti bir sualımızın izahını veririk. Şəki xanlığı, Quba xanlığı Azərbaycanı birləşdirmək siyasəti yürüdürdü. Əlbəttə ki, Azərbaycanı birləşdirmək siyasəti yürüdürdü. Hər ikisi Cavduşan döyüşündə məğlub edilib Quba, Qarabağa uğursuz yürüş eləyib hər ikisi. 3-ə acını tapdıqsa, yox, heç neyi tapmış olmuruq. Qanunnamə qəbul edib Şəki, Ərdəbil və Meşkini tutub Quba. Əlbəttə ki, 1D, 2BE, 3AC düzgün cavabımız A variantı. Daha əvvəl baş vermişdi. Süleymanın Viyana uğurs yürüşü 1529, Vestfaliya sülhünün imzalanması Vestfaliya 1648, Qazan xanlığının işğalı 1552, Ankara 1402, Peçeniklərin Bizansı üçün 1091. Əlbəttə ki, bizim burada düzgün cavabımız C variantı. Osmanlı dövləti 17-ci əsrin ikinci yarısı tarixinə aid deyil. Ordu və donanma Köprülü Mehmet var. Osmanlı ilə İttifaq Müqəddəs Birliyi var. Zigetvar əlbəttə 1566-dır. Bu burada C variantı. Vasvarla Sağsahal Ukraynası da 17-ci əsrin ikinci yarısıdır. Ona görə də bunlar cavab deyil. Düzgün cavabımızda qeyd ediləcək. Xanlıqlar dövrünün hakimiyyət təbəqə sırasına verilə bilməz. Hakimdə burada at var. Atın hakim təbəqə sırasında yerinə gəlir. Elat, Köçəri, Maldar. Göstərilənlər aiddir. Tiryəkin açıq satışına. Birincidə açıq qapı, ikincidə açıq satış. Birincidə qapını açarlar, sonra satarlar. Açıq satışdırsa, bu artıq Pekin müqaviləsidir. Çünki burada 2 dənə dövlət var. 7. 18-ci əsrin 20-90-cı illərində Azərbaycan üçün səciyyəvidir. Bir hissəsi Osmanlılar tərəfindən 90-larda tutulmayıb. Ərazisində yeni dövlətlərin yaranması, ərazisində belə deyək də heç bir dövlət yaranmayıb. Azərbaycan şimal torpağı, bəli, Rus qoşunlarının yürüşü düzgündür. Ermənilərin köçürülməsi 90-larda deyil. Cərbalakan üsyanı da ki, heç ümumiyyətlə aidiyyatı yoxdur. Və gəldik 8-ci suala. 8-ci sualımızda bizim qeyd olunur ki, uyğunsuzluğu müəyyən edin, səhvi tapırıq. 2-ci Mahmud yeni piyada korpusu yaradır. Yenini yaradarsan, yeniçəri olan köhnələr sənə qarşı üsyan qaldırar. Bu fikir düzdür, amma cavab kimi səhvdir. 1889-cu ildə Yaponiyada parlament yox, konstitusiyalı monarxiyadır. Ona görə bu fikir səhv cavab düz. Avropa dövlətləri bəli, tələbləri artar. İkinci Tiryək müharibəsinin baş verməsi əlbəttə ki, Fransa oradan təzyiq elədi, digər dövlətlər. Sözsüz ki, burada fikir düzdür. Amma cavab kimi səhvdir. Müstəqil Rus ağalığı olmayıb Tayfinlərdə. Cavab götürürük. Karlovça müqaviləsində Osmanlı Avropada geniş ərazi sahib olmaq yox itirdi. 2, 4, 5 cavab deyil. Baharlı hökmdarın məğlubiyyətinə başa çatmış döyüşlər. Əsəd, Alaşker, Kürd Caymur. Bu deyil, bu şığlar olan. 2, 4-dür. İngiltərə Rusiya arasında barışıq yarandı. İngiltərə ilə Rusiya arasında barışıq 1907-ci il Sankt-Peterburqda Antanta ittifaqı qurularkən. Şaman xanlığının torpaqlarını öz arasında bölüşdürən xanlıqları müəyyən edin. Əlbəttə ki, Şəki ilə Qubadan söhbət gedir. 2 ilə 3 cavab B. 12. 4-cü əsrə aid deyil. 4-cü əsrə aid deyil. Qərbi Hun dövlətinin yaranması 370-lərdə var. Konstantinopol 313 var. Mərkəzi Asiyada ilk türk dövləti 3-cü əsrdə eradan əvvəl. Ona görə cavabımız budur. Romada 395 var. Axun dövlətinin yaranması da 4-cü əsrin ikinci yarısıdır. Və biz burada nədən danışırıq? Növbəti sualımıza keçirik. Əsas müddəasını İran təhlükəsinə qarşı birgə mübarizə aparmaq təşkil edirdi. Əlbəttə ki, sözsüz burada Georgiyevs müqaviləsindən söhbət gedəcək. Yəni, Quba və Lənkəran xanlıqlarının da daxil olduğu bir müqavilə idi. Oradan söhbət gedir.
19-cu konstitusiya monarxiyadan mövcud olduğu dövlətlər Yaponiya və Osmanlı 1889-1876 düzgün cavab A. 15. Xış əkinçiliyi nə deyir? Kişi əməyin plana keçdiyi dövrdə erkən tuncu soruşur. Əməklilik və sosial bərabərsizlik yaranar A. Çünki maldarlar əkinçilərdən ayrılanda istər-istəməz yaranır. Ölülər binaların arasında bu eyni yol itdi, bu getdi. Şumlama zamanı qoşqu, xış, bəli. Elə ac açıldı. İnsanların daş alətləri niyə yol itdi? Xeyr, B. Növbəti sualımız gəlir. Kiçik qaynarca müqaviləsi, yastı müqaviləsi. Ortaq heç nə istəmir. Osmanlı dövləti Krım xanlığının müstəqilliyini tanıdı. Tanıdı Kiçik qaynarcada. Rusiya Qaradənizin şimalı qəti olaraq möhkəmləndirsə burada. İki dövlət Dnestr yastıdadır. Artıq ikiyə bıcı, bizim artıq cavabımız çıxıb. Dnepr ilə Bug çayı arasında Rusiya verilib burada. Qaradəniz Osmanlı şərqi sağalığı başa çatdı, bu da burada. Niyə görə? Çünki bunu bəzən qarışdırırlar. Əgər Rusiya Kiçik qaynarca müqaviləsinə görə Bosfor Dardanel boğazından çərbə keçmək qazanırsa, deməli Osmanlı şərqi sağalığı başa çatıb. Düzgün cavabımız 16-da A variantı. 17. Səlcuqlu Azərbaycan sandıqla işğal etməsinin səbəbi. Mərkəzin çoxlu kitab əhaliyə kitab paylanması. Azərbaycana vahid dövlətin olmaması sözsüz. Müharibin Şirvanşahları, Azərbaycan tək Şirvanşahdan ibarət deyildi ki, Azərbaycan yaşayan əhali Səlcuqlara soydaş kimi baxırdı. Bəli, 2-4. Quba xanı Fətəli xana aid deyil. Onun dövründə bəzi mülklərin yalnız xan, bəli, düz deyil. Yerli əhalinin köməyi ilə Dərbənd, bəli. Muğan ərazisini birləşdirməklə Azərbaycan cənubuna yol açmış oldu, bəli. Ərdəbil və Meşkini ələ keçirməklə Azərbaycan cənub möhkəmlənə bilmədi. Keçidə düz deyir. Rusiya dedi çıx. Salyan, bəli, 1757 bu. Əvvəl 56 verirdilər, indi 57 verirlər. Bu, əlbəttə ki, Hüseyn Əli xanın dövrüdür. Rusiya tərəfindən Şimali Qafqazın işğalı başlasın neçə il əvvəl Gəncə xanlığı ləğv edilmişdi? 1864, o da ki 1804. Əlbəttə ki 60 il, 19-umuz da A variantı. 20-ci sual. 19-cu ikinci yarısında müstəmləkə zülmünə qədər baş verən üsyanların aid olduğu dövlətləri xəritədə müəyyən edin. Burada Çinlə Yaponiya da baş verib bu hadisə. Ona görə də bizdə düzgün cavab. Biz 4 ilə 5 götürdük, səhv eləmirəmsə. Bəli, 5-in üstü örtüldü biraz, hə. 4-5 Y variantı, tarixlər, sipahilər. Şah II Təhmasib ilə Şah Süleyman üçün oxşar cəhət, əlbəttə ki, xarici tacirlərə bunlar güzəştlər verib. Ümumiyyətlə Şah II Təhmasibdir, Şah Hüseyndir. Ümumiyyətlə Şah Süleymandan o tərəfə hamısı. Şah Süleyman, Şah Hüseyn, Şah II Təhmasib, Şah 3-cü Abbas, indi uşaq olsa da, bəli. Göstərilənlər aiddir. 932-ci ildə İslamı dövlət dinidir. 13-cü əsrdə öz müstəqilliyini itirdi. Əfrasiyab sözündə Qaraxanlı dövləti düzgün cavab B variantıdır. 23-cü sual. Şiraz qonağında iştirak xəyanətində, hər ikisində, Şirazda Qızılqayada. Gəncə Qızılqayada var, Şirazda yoxdur. Sərab Şirazda var, Qızılqayada yoxdur. 1 ilə 3-ü çıxandan sonra biz 1 çıxdı, 3 çıxdı. Yox, bundan tapmaq olmaz içinə. Qarabağ ümumiyyətlə hamısında var. Qaradağda var və Naxçıvanda var. 2, 4, 5. Burada düzgün cavabımız D variantıdır. Bəli, 23-də D variantı. 24. Osmanlı sultanlarına aid olduğunu müəyyən eləyək. Burada variantların yarısı bu tərəfdədir. Aha. Yarısı bu tərəfdə, yarısı bu tərəfdə olar. Eybi yoxdur. Biz nəyə baxırıq? 2-ci Bayezid Yahudilərə sığınacaq verib və vəli adlanıb. Burada çox rahat görünür. B-ni oxumağa ehtiyac yoxdur. A, C. Bunlar heç. Gəldik bura. A, C. 1-ci Süleyman Həmədan döyüşündə Səfəvilərin Osmanlıları məğlub etməsi. B var, sözsüz olmalıdır. Məmlük sultanı o. Məmlüklərlə Səlimdir. Səlim, amma 1-ci Səlimdir. Ona görə də burada D yoxdur. Yəni D olmamalıdır, bu getdi. Avropa nümunəsində 3-cü Səlimdir. Bəli, 3 düzgün cavabımız D variantı. 25-ci sual açıq. Hansı ABŞ prezidenti Vyetnam müharibəsinin başlanan Lyndon Johnson'un hakimiyyəti dövründə idi? 1965-dir. Bəli. Sarı Yerəklər hərəkatı hansı ölkədə baş vermişdi? Əlbəttə Fransada qeyd eləmişdik. Bunu birisini izah eləmişdim. MHM-in lövhəsində bir maraqlı izah eləmişdim orada. Sarı Yerəklərlə bağlı. Sultan Süleyman qanunudur. Avropanı tamamilə işğal etdi? Yox. İki qitənin birləşməsi üçün 2-ci Mehmetdir. Azərbaycanın şimalına bəli 1554 Buğurt döyüşü. Şah 1-ci İsmail tərəfindən məğlub edilməsi. Şah 1-ci İsmail tərəfindən Süleyman görməyib, o Təbrizi 2 dəfə Çaldıran döyüşündədir. Daha əvvəl olub İnci torpaq münəccim formasının yaranması bu 14-cü əsr, 13-cü əsrdir.
Bu 13-cü əsrdir. Boy 13'dür. 13-14 yazmaq istədim. 14 yazdım. Hülakirdir. İlcə torpaq mülkiyyət forması. İlcə. İlcə əlbəttə ki, ərəbdə olub. Yəni bu ümumiyyətlə 9-11-ci əsrlərdə meydana gəlib. Uc torpaqların yaranması 11-dir. Soyurqal 15-dir. Tiyul isə 16-dır. Burada düzgün cavabımız B variantı. Xürrəmlər hərəkatına aid Əməvilər surəsində yox, Abbaslı idi. Xəlifə Məmun yox, Mötəsimdir. Azərbaycanın şimalında başlaması xeyr, cənubunda başlayıb. Şimal Arranı elə ki, Arranı bəli, belə deyək, Bərdəni, Arranı ümumiyyətlə Babək öz nüfuzunu yayıb, qalibiyyət yox, sonda məğlub olub. Nə olsun döyüşlərdə qələbə qazanıb, baxır, sonda məğlubiyyətdir. Bir Azərbaycan tarixinə aid deyil. Cavduşan döyüşü, Quba xanlığı var. Rəşt Azərbaycan tarixinə aiddir. Kosov əlbəttə ki, burada Osmanlı ilə serblər, bu üçün Azərbaycan tarihinə heç bir aidiyyəti yoxdur. Qızılqaya xəyanəti Azərbaycan tarixidir. Gürcülər təşkil, Kürəkçaydakı Qarabağ və Şəki xanlarıdır. Şamaxı burada yoxdur. Belə uğurlar əziz şagirdlər, hər birinizə uğurlar arzu edirəm.